Salam, bu günlər coğrafiya 2025 topludan ölkələrin tipolojik xüsusiyyətlərinə baxacağıq. Birinci sual, Cənubi Amerikanın federativ dövlətləri. Cənubi Amerikada federativ Venesuela, Braziliya, Argentina cavabımız A variantıdır. B-də Kolumbiya, D-də Peru, C-də Uruqvay, Y-də Çili çıxır. 2. Unitar konstitusiyalı monarxiya. Həm unitar olsun, həm də konstitusiyalı monarxiya olsun. A variantından İndoneziya monarxiya deyil. B variantından Hindistan federativ ölkədir. C variantından Monqolistan monarxiya deyil. Y variantından Türkiyə monarxiya deyil. Cavabımız D variantı. 3. Teokratik monarxiya ölkələri Səudiyyə Ərəbistanı ilə Vatikandır. 4. Monarx idarəetmə formasına malik olmayan, yəni unitarları istəyir. Daha doğrusu respublika idarəetmə formasını istəyir. Oman monarxiya ölkəsidir, Qətər monarxiya ölkəsidir, Vatikan monarxiya ölkəsidir, Küveyt monarxiya ölkəsidir. Cavabımız D variantı. 5. Rusiya, Kanada, Meksika, Nigeriya, Avstriya dövlətləri üçün ümumi xüsusiyyət. İnkişaf etməkdə olan dövlətlərdir. Kanada inkişaf etmiş ölkədir. Unitar dövlətlərdir. Kanada federativ ölkədir. Deməli, C variantı sıx məskunlaşmaya malik dövlətlərdə xeyr, Kanada sahəsi böyükdür, Rusiya sahəsi böyükdür. Bunlar seyrək məskunlaşıb. D variantı əhali təbii artımının ikinci tipinə aiddir, xeyr, birinci tipə aiddir. İnkişaf etmiş ölkələrdə birinci tipdir, inkişaf etməkdə olanlarda ikincidir. Kanada birinci tipə aiddir. Y variantı federativ inzibati ərazi quruluşuna malikdir hamısı. 6. Monarx idarəetmə formasına malik olan Cənub-Şərqi Asiya ölkəsi. Monarxiya deyil, İndoneziya monarxiya deyil, Laos monarxiya deyil, Vyetnam monarxiya deyil, Filippin monarxiya deyil. Cavabımız Y variantı. 7. Avrasiyanın unitar inzibati ərazi quruluşuna malik. Unitarları istəyir, federativləri çıxarım. A variantından Birləşmiş Ərəb Əmirlikləri federativdir. B variantından Almaniya federativdir. C variantından Hindistan federativdir. Y variantından Belçika federativdir. Cavabımız qaldı D variantı. 8. Rusiya, Ukrayna, Çin, ABŞ dövlətlərini birləşdirən ümumi xüsusiyyətlər. Zəngin qalay ehtiyatı, qalay Cənub-Şərqi Asiyada olmaz. İri şəkər qamışı subekvatorial iqlim qurşağıda olmaz. Zəngin daş kömür ehtiyatları, bəli, Rusiyada da, Ukrayna, Çin, ABŞ daş kömür ehtiyatına görə seçilir. Doğru cavabdır. D variantı unitar dövlətlərdir, ABŞ federativdə olmaz. Y variantı federativ ölkələrdir, misal üçün Çin federativ deyil, unitarda olmaz. Cavab C variantı. 9. Rusiya, Braziliya və Kanadaya aid olmayan ümumi xüsusiyyətlər. Aid olmayan ümumi əlamət. Su ehtiyatları bol olan ölkədir, bəli, su ehtiyatlarından yaxşı təmin olunur. Federativ ölkələrdir, bəli, üçü də federativdir. Təbii ehtiyatlarla zəngin ölkədir, bəli, sahəsi böyük olduğuna görə təbii ehtiyatlarla da zəngindir. Ərazi böyük dövlətlərdir, bəli, doğrudur. Dəmir filizi idxal edən yox, ixrac edən ölkə ümumi olmayan, aid olmayan cəhətə aiddir. 10. Avstraliya İttifaqını Hindistandan fərqləndirən əlamət. Əhalinin təbii artımı birinci tipinə aiddir, bəli. İnkişaf etmiş ölkə birinci tipə aid olur. İnkişaf etməkdə olan ölkə ikinci. Urbanizasiya səviyyəsi yüksəkdir, bəli. İnkişaf etmiş ölkədə urbanizasiya səviyyəsi yüksək olur. 2 də doğrudur. Daha sonra 3. Zəngin dəmir filizi ehtiyatına malikdir. Hindistan dəmir filizidir, Avstraliya daş kömür. Yenə getdi. 4. Federativ inzibati ərazi quruluşuna malikdir. Bu onların oxşar cəhətidir. Yenə olmaz. Fərqləndirən istəyir. 5. Qədim platformalarda yerləşmişdir. Bəli, qədim platformadır hər ikisi. 6. Respublika quruluşuna malikdir. Avstraliya federativdir. Ona görə olmaz. 7. Elə Hindistanda. 7. Cənub yarımkürəsində yerləşirlər. Avstraliya İttifaqı Cənub yarımkürəsidir, Hindistan şimal. Fərqli xüsusiyyətləri götürürük. 1, 2, 7. 11. Hindistan və Avstraliya İttifaqı dövlətlərinin oxşar cəhətləri. Deməli, respublika quruluşuna malikdir, səhvdir. Respublika deyil, daha doğrusu respublika quruluşuna malik deyil. 2. Hind okeanına birbaşa çıxışları var. Hindistanın da, Avstraliyanın Hind okeanına çıxışı var. 2 doğru. Çox millətli dövlətlərdir. Bəli, Avstraliya İttifaqı da Hindistan çox millətlidir, Avstraliya İttifaqı yox, bir millətlidir. Olmaz. 4. Zəngin kömür ehtiyatlarına malikdir, bəli. 5. Əhalinin təbii artımı birinci tipinə aiddir. Birinci tipə Avstraliya aiddir. Hindistan ikinci tipdir. 6. Federativ inzibati ərazi quruluşuna malikdir, bəli, hər ikisi federativdir. Cavabımız 2, 4, 6 olar. 12. Səudiyyə Ərəbistanı, Küveyt və Qətər ölkələrinə aid ümumi cəhət. Əmək miqrasiyası ölkələrdir. Bəli, kənardan işçi qüvvəsi buraya gəlir. Əmək miqrasiyası, yəni işlə bağlı gəlirlər. Urbanizasiya səviyyəsi yüksəkdir. Bu ölkələrdə şəhər əhalisi daha yüksək inkişaf edib. 3. Münbit torpaq ehtiyatlarına malikdir. Münbit deyil, ora səhraya, çox hissəsi səhraya düşür deyə 3 səhvdir. 3 olanları yenə çıxarıq. 4. Kapital ixracatçılardır. Bəli, pulları çoxdur onların. Kapital ixracatçılardır. 1, 2, 4 neft ölkəsi olduğuna görə. 5. Zəngin filiz ehtiyatı deyil, neft ehtiyatına malikdir, səhvdir.
13-cü sual. Rusiya və Avstraliyaya aid olan ümumi xüsusiyyətlər. Deməli, Rusiya və Avstraliya dəmir fizi ehtiyatları çoxdur. Bəli, hər ikisində dəmir fizi ehtiyatları var. Qeyzerlər geniş yayılıb yalnız Avstraliyaya aiddir. Ona görə 2 olanı çıxarıq cavablardan. Böyük xammal ixracatçılardır. Bəli, hər ikisində faydalı qazıntı ehtiyatları çoxdur. 3 yoxdur deyə Y variantı da getdi. 4. Xarici ticarətlərində dəniz nəqliyyatının rolu böyükdür. Bəli, dəniz nəqliyyatının rolu böyükdür, çünki məhsul çıxarırlar və onu satmalıdırlar. 5. Böyük hidroenerji ehtiyatlarına malikdir. Avstraliya quraq iqlimdə yerləşir, ona görə 5 də səhvdir. Quru sərhədləri yoxdur, Rusiyanın quru sərhədi var. Cavab D variantı. 14. Federativ inzibati ərazi quruluşuna malik olan ölkələrin əsas əlamətləri federativ ərazi quruluşu elədir ki, ölkənin ərazisində başqa regionlarında özünü idarə etmə hakimiyyəti olan orqanlar fəaliyyət göstərir. Cavab D variantı. 15. Dövlətlərin sosial-iqtisadi inkişaf səviyyəsini göstərən əsas amillər. Sosial-iqtisadi inkişaf deyirsə, nəqliyyat amilini götürə bilərik. İnzibati ərazi quruluşunun forması, yəni unitar deyə federativdir. Bu onun sosial-iqtisadi inkişafı ilə bağlı bir xüsusiyyət deyil. Ona görə 2-ni götürmərək. 2 olanlar getdi. Bir də yoxdur C variantından. Cavabımız B variantıdır. Əhalinin təhsil səviyyəsi. Təhsil sosialdır. 3 doğru. Orta ömür müddəti səhiyyədir. Bu da sosial amildir. Doğru. B variantı. 16. Ərazisi ada və yarımadada yerləşən monarxiya idarə etmə quruluşuna malik olan ölkə. Malayziya, Malakka yarımadasında və Kalimantan adasında yerləşir. 17. Bütün ölkələri unitar respublika olan, həm unitar olsun, həm də respublika olsun, olan region. Mərkəzi Asiya regionunda monarxiya da yoxdur, federativ də yoxdur. 18. Böyük yetkilərə daxil olan unitar monarxiya idarə etmə formasına malik olan ölkələr. Monarxiya deyirsə, Fransa monarxiya deyil, İtaliya monarxiya deyil. Daha sonra Y variantından Almaniya monarxiya deyil, ABŞ monarxiya deyil. Cavabımız qalır A variantı. 19. Böyük yetkiliyə daxil olan unitar respublikalar deyir. Respublika deyirsə monarxiyaları çıxarıb. C variantından Böyük Britaniya monarxiyadır. B variantından deməli A variantında Fransa, İtaliya doğru cavabımız A variantıdır. Unitardır, respublikadır. D variantından Almanya federativdir, unitar deyil. Y variantından Yaponiya monarxiyadır. B variantından Yaponiya monarxiyadır. Cavabımız A variantı. 20. Respublika idarə etmə formasına malik olan dövlətlər. Respublika deyirsə monarxiyaları çıxarıq. Küveyt monarxiyadır. Danimarka monarxiyadır. Belçika monarxiyadır. Cavabımız olar Fransa respublika, Türkiyə respublika, Bolqarıstan respublika, İspaniyada monarxiyadır. 2, 3, 4 cavab C variantı. 21. Mütləq monarxiya idarə etmə formasına malik olan ölkələr. Mütləq monarxiya idarə etmə formasında Oman, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri. Türkiyə monarxiya deyil, Çad monarxiya deyil, Monqolistan monarxiya deyil, Peru monarxiya deyil. 22. Avrasiyanın federativ inzibati ərazi quruluşuna malik dövlətləri. Federativ deyir, yəni unitarları çıxmalıyıq. Qazaxıstan unitar dövlətdir, olmaz. B variantından Polşa unitardır. C variantından Belarusiya unitardır. Y variantından Laos unitardır. Cavabımız D variantı. Almanya, Rusiya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan. 23. İnzibati ərazi quruluşuna milli etnik əlamətlərinə görə Rusiya, Hindistan, Nigeriya. 24. Monarxiya idarə etmə formasına malik olan ölkələr. Pakistan monarxiya deyil. C variantından İndoneziya monarxiya deyil. D variantından Özbəkistan monarxiya deyil. Y variantından Pakistan monarxiya deyil. Cavabımız bu variantı. 25. Köçürmə kapitalizm ölkələri. Kanadadır, Yeni Zelandiyadır, Avstraliyadır. 1, 3, 5 cavabımız B variantı. 26. Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Bəhreyn ölkələrinə aid olmayan cəhətlər deyil. Ərazilərində səhralar geniş yayılıb. Doğru fikir deyə biri çıxmalıyıq. Bizə aid olmayanlar istəyir. 2. Zəngin neft ehtiyatlarına malikdir. Bəli, Ərəbistan yarımadası ölkələri neft ehtiyatına malikdir. Doğru fikir deyə yenə çıxırıq. Cavabımız C variantı. Elm tutulma sənaye deyil, orada hasilə sənayesidir. 5. İri kapital ixal edən yox, ixrac edən ölkələrdir. 6. Mülayim iqlim yox, tropik iqlim qurşağında yerləşir. 27. Aralıq dəniz sahili ölkələrin əsas xüsusiyyəti meşə ehtiyatlarla zəngin təmin olunub. Səhvdir. Eyni iqlim tipinə malikdirlər. Bəli, subtropik iqlimin Aralıq dənizi tipində yerləşirlər. 2. Doğrudur. Daha sonra eyni materikdə yerləşirlər. Səhvdir. Afrikada da yerləşə bilərlər. 3 səhvdir. Daha sonra 4. Sitrus meyvəçiliyi inkişaf elətdirilir. Bəli, Aralıq dənizində sitrus meyvəçiliyidir. 5. Rekreasiya ehtiyatları ilə yaxşı təmin olunub. Turizm ehtiyatları yaxşıdır. 5 də doğrudur. 28. Yeni sutkanın başlanmasını eyni vaxtda qarşılayan ölkələr. Eyni vaxtda qarşılamaq üçün bir meridian üzərində yerləşən ölkələri seçməliyik. Onda kartadan baxsaz Y variantıdır cavab. 29. Federativ inzibati ərazi quruluşuna malik olan ölkələrin sayının azalmasına görə sıralayın. Federativ ən çox 1-dədir. Sonra 3-də ABŞ, Kanada,
Meksikadır, Cənubi Amerikada Venezuela, Braziliya, Argentinadır, Afrikada ondan çoxdur. Nigeriyadır, Efiopiyadır, Sudandır, Cənubi Sudandır, Komor adalarıdır. Yəni 1-dən sonra 2 gələr ən çox olaraq. 2-dən sonra deməli 2-dən sonra 3-də 2 dənə idi. ABŞ 3 dənə, ABŞ, Kanada, Meksika, Cənubi Amerikada Braziliya, Venezuela, Argentina 3 dənə idi. Avstraliyada da 1 dənə idi. Cavabımız olar bu məntiqlə baxsaq ən çox 1-də olmalıdır. 1 ilə başlayıb sonra 5 gəlib, sonra 2 gəlib. B variantı səhvdir. Axırda 1 gəlib, yenə səhvdir, əvvəldə olmalı idi. C-də 1 ortada gəlib, əvvəldə olmalı idi, səhvdir. Y-də 1 axırda gəlib, yenə səhvdir. Cavabımız D variantı. Asiyada çoxdur, Avrasiya materikində. Daha sonra 4, Cənubi Amerikada 3 dənə, 5 Avstraliyada 1 dənə. Cavab D variantı. 30. Cədvəli tamamlayın. Ölkə Moldova. İdarəetmə formasına görə Moldova respublikadır. Buraya yazırıq respublika. Unitardır və paytaxtı Kişinyov. Paytaxtı Viyana, Avstriyadır. 2-yə Avstriya olmalıdır. 3-də Norveç konstitusiyalı monarxiya inzibati ərazi quruluşuna görə də deməli Norveç unitar dövlətdir. Cavab olaraq 1-ə respublika, 2-yə Avstriya, 3-ə Norveç. Cavabımız D variantı. 31. Braziliya idarəetmə formasına görə respublikadır. Paytaxtı Braziliyadır. Budapeşt Macarıstan paytaxtıdır. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidir. Cavabımız da olacaq Y variantı. 32. Ərazilərində səhra landşaftlarının geniş yayılan Şimali Afrika ölkələri Əlcəzair, Liviya, Misir. 33. Ərazilərində səhra landşaftlarının geniş yayılan Cənubi Afrika ölkələri Car, Namibiya, Botsvana, Kalahari səhrası. 34. Amerika qitəsində antropogen landşaftların az yayıldığı, insanların az məskunlaşdığı yerdir. Şimal-şərq böyük göllər ətrafına yaxınlığına düşür. Orası çox məskunlaşıb. Kanadanın şimalı Amazon ovalı ekvatorial cəngəlliklərdir. Patagoniya yarım səhrada az məskunlaşıb. Cavab bu variantı. C variantında Braziliyanın şərqi çox məskunlaşıb, Mərkəzi Amerika sıx məskunlaşıb. D variantında ABŞ-ın cənub-şərqi sıx məskunlaşıb. Y variantda La Plato ovalığı sıx məskunlaşıb. Mərkəzi Amerika sıx məskunlaşıb. Şimal-şərqi, ABŞ-ın şimal-şərqi sıx məskunlaşıb olmaz. 35. Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Omanın dövlət idarəetmə forması. Bunlar mütləq monarxiya ölkələrdir. 36. Eyler Venn diaqramına uyğun olan bənləri müəyyəndir. Misir hasilatı və əridilməsi Çili birincidir. Çay nəqliyyatı inkişaf etməmişdir. Çilidə, Nepalda da çay nəqliyyatı zəif inkişaf edib. Dağlıq ölkələrdir və səhraya düşən hissəsi var. 3. Qurunun ən hündür, yəni bu 3-cüyə aiddir, oxşar cəhətdir. Qurunun ən hündür zirvəsi bu ölkədə yerləşir, Nepal. Bunlar əsasən bir dənə cavab çıxaraq. 1-ciyə 1, 2-ciyə 3, 3-cüyə 2. A variantı getdi, B variantı getdi, C variantı getdi. Cavabımız qaldı D variantı. Ərazi soyuq okean cəryanı təsirinə məruz qalıb. Bəli, Peru soyuq cəryanının təsirinə məruz qalıb. Çili. 4. Materik daxil ölkədir. Bəli, dünya okeana çıxışı yoxdur Nepalın. 6. İnkişaf etməkdə olan ölkələrdir. Bəli, hər ikisi də inkişaf etməkdə olan ölkələrdir. 37. Eyler Venn diaqramına uyğun olan bəndləri müəyyən edin. Car və Misir. İnkişaf etmiş ölkədə Cara aid 1-ciyə 1 iki okeana çıxışı var. Car həm Hind okeanına çıxır, həm Atlantik okeanında. Misir Araq dənizi hövzəsində yerləşir. Həm Atlantik okeana çıxır, həm də Hind okeanına çıxır. Yenə iki okean hövzəsinə çıxır. Oxşar cəhət oldu. Daha sonra 1-ciyə 1, 3-cüyə 2 dediyi cavablarda. Deməli A variantı, C variantı, Y variantı getdi. B variantından D-yə baxırıq. 2 qitədə yerləşir. Misir 2 qitədə yerləşir. İkinciyə 3 olmalıdır. Bir saniyə, Misir neçə idi? 2 idi. Misirin nömrəsi 2. İkinciyə 3 olmalıdır. Cavabımız B variantı olacaq. Filiz hasilatına görə fərqlənir. Çilidə mis ehtiyatları var. 1-ciyə 4. Risk idarəetmə formasına malikdir. Misirdə deməli Misirdə, Çilidə risk idarəetmə formasıdır. 3-cüyə 6. 38. Sxemi tamamlayın. İnkişaf etmiş ölkə unitar respublika. Almaniya bilirik ki, unitar federasiyadır. Federativdir, unitardır. Deməli, unitar monarxiya yazıb səhvdir. Unitar respublika yazıb səhvdir. Federativ monarxiya yazıb yenə səhvdir. Federativ respublika D ilə Y variantı qaldı. 2. Afrika yazıb. Almaniya bilirik ki, Avropada yerləşir. Deməli, Afrikada səhvdir. Cavabımız Y variantı. 39. Sxemi tamamlayın. Əhalisi Hind-Avropa dil ailəsinə məxsusdur. Federativ monarxiyadır. Həm monarxiya olsun, həm federativ olsun və okeana çıxışı var. İsveçrənin okeana çıxışı yoxdur. Belçika deməli
federativ və həm federativ, həm monarxiya ölkəsidir. Cavabımız D variantıdır. Malayziya federativ monarxiya, federativ deyil. Birləşmiş Ərəb Əmirlikləri okeana çıxışı var. Hind-Avropa dil ailəsinə aiddir. Deməli, İran monarxiya olmadı. Bir də bu suala bir də baxaq xətti. Deməli, burada federativ monarxiya deyil, İran monarxiya deyil, ona görə getdi. İsveçrənin okeana çıxışı yoxdur, ona görə getdi C variantı. B, Y, D variantları qaldı. Hind-Avropa dil ailəsinə məxsusdur. Birləşmiş Ərəb Əmirliklərində yaşayanlar ərəblərdir. Ərəblər Afro-Asiya dil ailəsinin Sami-Hami dil qrupuna aiddir. Ona görə getdi. Malayziyalılar da ayrı bir dil ailəsidir. Avstro-Neziya dil ailəsinə aiddir. Ona görə səhvdir. Cavabımız D variantı. Hind-Avropa dil ailəsinin German dil qrupu Belçikalılardır. Federativ monarxiya ölkəsidir və dünya okeanına çıxışı var. 40. Cənub-Qərbi Asiya və Cənub-Şərqi Asiyanın xüsusiyyətləri. Türk dilli dövlətlərə maiddir. Cənub-Qərbi Asiyada Türkiyə var. İki tektonik cəhətdən fəal ərazidir. İkisi də geosinkronala düşür. Biri Alp Himalay geosinkronal qurşağıdır. Cənub-Qərbi Asiya, Cənub-Şərqi Asiyada Sakit Okean odlu qövsü. Su ehtiyatlarıyla zəif təmin olunub səhrada yerləşir. Cənub-Qərbi Asiya birinciyə də 3 aiddir. Cavabımız qaldı Y variantı. Üçüncüyə 2, ikinciyə də ki, Cənub-Şərqi Asiya böyük hissəsi subekvatorial iklim qurşağıdır və çayları yayılanda bol su olur subekvatorial iklim qurşağı. 41. Xəritə sxemdə rəqəmlərlə verilmiş ölkələrə aid əlamətləri müəyyən edin. Regionun digər ölkələrindən fərqli olaraq əhalinin böyük hissəsi Ural dil ailəsinə məxsusdur. Ural dil ailəsinə Finlandiyada yaşayan finlər məxsusdur. Üçüncüyə 1 aiddir. Qərbi Avropanın iri neft qazı hasilatçılarından biridir. Norveç aiddir. 2. Respublika idarəetmə formasına malikdir. Norveç ilə İsveç monarxiyadır. Finlandiya isə respublikadır. Birinciyə, üçüncüyə 3. İki okean suları ilə əhatə olmuşdur. Norveç həm Şimal Buzlu okeana, həm Atlantik okeana çıxır. 4. Baltik dənizindən çıxışı olan monarxiya dövləti İsveçə aiddir. İkinciyə 5 və ərazisi Venerin veteran gölləri yerləşir. Bu da İsveçdə yerləşir. 5, 6. Cavabımız birinciyə 2, 4, ikinciyə 5, 6, üçüncüyə 1, 3 cavab bu variantı. 42. Xəritə sxemdə verilmiş ölkələr üzrə adam başına düşən ümumdaxili məhsulun miqdarının azalma sırasını müəyyən edin. Ümumdaxili məhsulun həcminə və orada adamların sayını nəzərimizdə tutmalıyıq. Ən çox Norveçdə adam başına düşən gəlirə görə seçilir 3. Daha sonra Kanada inkişaf etmiş ölkədir. Kanada seçilər. Daha sonra Misirlə Hindistan müqayisə edəndə Hindistanda əhali çox olduğuna görə adam başına düşən məhsulun miqdarı az olar. 1, sonra isə 2 gələr. Cavab A variantı. Xəritə sxemdə 1, 2, 3 rəqəmlərlə qeyd olunmuş ölkələri müvafiq olan inzibati ərazi quruluşunu müəyyən edin. Birinci Portuqaliyadır. İnzibati ərazi quruluşuna görə Portuqaliya unitardır. İkincisi Almaniyadır. Almaniya inzibati ərazi quruluşuna görə federativdir. Üçüncüsü İrlandiyadır. İrlandiyada unitardır. Cavabımız 1 unitar, 2 federativ, 3 unitar olmalıdır. 1 unitar, 2 federativ, 3 unitar. Cavabımız D variantı. 44. Xəritə sxemasında rəqəmlər göstərən ölkələrə onun idarəetmə formasında doğru verildiyi bəndi müəyyən edin. Deməli, ölkələri görsək. Birincisi Pakistandır. Pakistan respublikadır. A-da Tacikistan yazıb səhvdir. Elə cavabımız Y variantı. İkinci ölkəmiz deməli, Küveytin üzərinə düşür. Səudi Ərəbistandan yuxarıdadır. Küveytin üzərinə düşür. 2 də səhvdir. Onsuz da Səudi Ərəbistan respublika deyil, monarxiyadır. C-də Monqolistana monarxiya yazıb. Monqolistan unitardır. B-də Bangladeşə monarxiya yazıb. Bangladeş unitardır. Daha doğrusu respublikadır. D-də də Səudi Ərəbistan monarxiyadır. Ona görə səhvdir cavablar. Y variantı. 45. Verilən əlamətlərin aid olduğu dövlətləri göstərin. Dünya okeana çıxışı yoxdur. Dünya okeana çıxışı yoxdur deyir deyə. Burada cavablara baxsaq, demək olar ki, hamısının dünya okeana çıxışı var. İkinci fəal seysmik qurşağıda yerləşir və təbii artımın ikinci tipinə aiddir. Dağlıq relyef üstünlüyü təşkil edir. Dağlıq relyef üstünlüyü təşkil edir deyəndə düzənlikləri çıxarıq. C variantından Türkmənistan düzənlikdə yerləşir, çıxdıq. B variantından Macarıstan, Şərqi Avropa düzənliyi yenə çıxdıq. D variantından Belarus, Şərqi Avropa düzənliyi yenə çıxdıq. Qaldı cavabımız aynen Y variantı. Fəal seysmik qurşağıda yerləşir. Təbii artımın ikinci tipinə aiddir. Və dağlıq relyef. Dağlıq relyef üstünü təşkil edir. Cavabımız Y variantı. Bolivya And Kordilyer geosinkronal qurşağında yerləşir. Əfqanistan Alp Himalay, Nepal, Butan Alp Himalay. Dünya okeanlarına çıxışları yoxdur heç birinin və fəal seysmik qurşağıdadırlar. Dağlıq relyefdə üstünlük təşkil edir. Cavabımız Y variantı. A variantından Paragvayın dünya okeanına çıxışı yoxdur. Paragvay artıq düzənliyə çıxan yerdədir. La Plato var. Ona görə A variantda getdi. 46. Verilən xüsusiyyətlərin aid olduğu dövlətləri müəyyən edin. Dünya okeana çıxışları vardır. Təbii artımın birinci tipinə aiddir. Eyni dəniz sahilində yerləşirlər və düzənli relyef üstünlüyü təşkil edir. Eyni
Dəniz sahilində yerləşirlər və düzənlik relyef üstünü təşkil edir deyir. Deməli, buradan neyniyərik? Deməli, burada Norveç dağlıq ölkədir çıxaram. Norveç dağlıq ölkədir çıxaram C variantından. B variantında Ukrayna ilə Polşa eyni dənizə çıxmır. Ukrayna Qara dənizdir, Polşa Baltik dənizidir. Ona görə B variantında çıxaram. Y variantından yenə Polşa ilə Belçika eyni dənizə çıxmır. Belçika şimal dənizinə çıxır, Polşa isə Baltik dənizinə çıxır. Yenə olmaz. Cavabımız A variantı. Polşa, Latviya, Litva, Estoniya Baltik dənizinə çıxışı olan ölkələrdir. 47. Eyler Venn diaqramına uyğun gələn bəndləri müəyyən edin. Ərazinin əsas hissəsi yarımadada yerləşir. İspaniya Pireneya yarımadasında yerləşir. Azərbaycanla eyni enlikdə yerləşən ölkədir. Yenə İspaniya Azərbaycanla eyni enlikdədir. Paytaxtı dəniz sahili mövqeyə malik deyil. Bu hər ikisində dəniz sahili mövqeyə malik deyil. D. İxracatında neft və neft məhsulları pay üstündür. Neft ixrac edən Meksikadır. Birinciyə D. Sahilləri 2 okean suları yuyur. Meksikada Atlantik okeanından Sakit okean sahillərini yuyur. Birinciyə D, Y, ikinciyə A, B, üçüncüyə C. 48. Xəritə sıxımda rəqəmlərlə qeyd olmuş ölkələrə uyğun gələn xüsusiyyətləri müəyyən edin. 1, 2, 1 Əlcəzairdir, 2 İtaliyaya aid olan xüsusiyyətlərdir. Deməli, zəngin neft-qaz ehtiyatlarına malikdir, Əlcəzairə aiddir. Birinciyə B. Daha sonra birinci B olmayan cavabları çıxarıq. A ilə C variantları getdi və D variantı getdi. F. Səhra landşaftda əkinçiliyə maneə törədir. Bəli, Misirdə, daha doğrusu Əlcəzair səhra ölkədir. Böyük səhranın bir hissəsi düşür. Ona görə maneçilik törədir. Birinciyə F variantı da olmalıdır. Y. İxracatında xammal üstünlüyü təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə xammal üstünlüyü təşkil edir. Doğru. B, Y, F. Cavabımız bu variantdır. İkinci, İtaliyaya aid mineral ehtiyatlarla zəif təmin olunub. Bəli, əkinçilik ona görə daha yaxşı inkişaf edib. Bir də turizm. Maşın qayırma sənayesi, bəli, elm sahəsi güclü inkişaf edib maşın qayırma və D variantı şərabçılığa görə dünyada İtaliya üzümçülüyə, şərabçılığa görə seçilir. Cavab bu variantı. 49. Xəritə sıxımda rəqəmlərə qeyd olmuş ölkələrə uyğun gələn xüsusiyyətləri müəyyən edin. Ərazisindən axan çaylar bir okean hövzəsinə aiddir. Türkiyədən axan çaylar və deməli, İspaniyanın ərazisindən axan çaylardan söhbət gedir. A variantı 1-ə aiddir. Axan çaylar bir okean hövzəsinə aiddir. Amma Türkiyədən axan çaylar həmçinin daxili axarsu hövzəyə də aid olur. B. Ərazinin ən hündür zirvəsi mütləq hündürlüyü 5000 metrdən yüksəkdir. Türkiyədə Ağrıda 5165 metrdir. Fransada isə aşağıda yerləşir. Pireneya dağlarının ən topiki zirvəsidir. C. Ərazisində enliyarpaqlı meşələr və qarışıq meşələr üstünü təşkil edir. Fransaya aiddir. 1-ə A, C. D. Əhalinin təbii artımı birinci tipi səciyyəvidir. İnkişaf etmiş ölkələrdə birinci tipdir. A, C, D. Cavablarla indi baxsaq, deməli, cavabımız qalır hələ ki Y variantı. C variantı. A, C, D. İkinciyə B, Y variantı. Y-də ərazisi bir iqlim qurşağında yerləşir. Subtropikin aralığında yerləşir Türkiyə. Amma Fransa isə mülayimə də düşür. Mülayimə dənizlərə düşür, kontinentalına düşür. Ona görə ikinciyə aiddir. Və F. Slavyan dil qrupuna aid olan ölkə ilə həm sərhəddir. Türkiyə Ermənistanla sərhəddi var. Ona görə F də Türkiyəyə aiddir. Cavabımız C variantı. 50-ci sual. İqtisadçılar bir qrup ölkələrin əhalисinin metropoliyalardan, müstəmləkəsi olan dövlətlərdən miqrasiya hesabına formalaşdığını güman edirlər. Hətta bu qrup ölkələrin təsərrüfat sisteminin qurulmasında və inkişafında metropoliya şirkətləri mühüm paya malikdir. Metropoliya, yəni bu müstəmləkəsi olan dövlətlər hesabına qurulan ölkələr nəzərdə tutulur. Cardır, Kanadadır, sonra İsraildir, Yeni Zelandiyadır, Avstraliyadır. Bunları nümunə göstərə bilərik. Deməli, Fransa deyil, köçürmə kapitalist ölkəsi deyil, Finlandiya köçürmə kapitalist ölkəsi deyil, Almanya köçürmə kapitalist ölkəsi deyil, Argentina, Yunanistan köçürmə kapitalist ölkəsi deyil. Cavabımız C variantı. 51-də Respublika idarəetmə forması mərkəzdə yazılıb, digər tərəfdə unitar yazılıb. Deməli, birinci Respublikaya Avropada Efiopiya yazılıb. Efiopiya federativ ölkədir. Ona görə bura federativ yazılar. Bir də Efiopiya Afrikada yerləşir. Bura Afrika yazılar 2-yə. Avropada federativ ölkə. Cavablarla baxsaq, Car Afrikadadır. Ona görə A variantı gedər. Burada 1-ə unitar yazılıb. Yenə gedər cavabda. 2-yə Asiya yazılıb. Afrika olmalıdır. Olmaz. 3-də
Avstriya ilə İspaniya yazıb. Avstriya federativdir. 4-də Çili Amerika qitəsində yerləşir. Doğru. 5-də Asiya qitəsində unitar Türkiyə. Cavabımız D variantı. 52. Euler-Venn diaqramına uyğun olan bədləri müəyyən edin. ABŞ, Avstraliya, Braziliyaya aid olan ümumi cavabları istəyirik. Deməli, 1. Atlantik okean sahillərində Atlantik okean sahilində yerləşir. Atlantik okean sahilində ABŞ-la Braziliya yerləşir. İkinciyə 1 olar. İkinciyə 1 olan cavabımız elə bir dənə B variantıdır. Birinciyə, Sakit Okean hövzə sahilində yerləşir. Sakit Okean sahilində ABŞ-la Avstraliya. İnkişaf etmiş ölkələr qrupuna aiddir. ABŞ da Avstraliya da inkişaf etmişdir. Braziliya inkişaf etməkdə olan. Dəmir filizi ixracatçısıdır. Avstraliya ilə Braziliya dəmir filizidir. ABŞ-da daş kömürü idi. 5. Savanna və seyrək meşələr təbii zonası geniş sahə tutur. Braziliyada da, Avstraliyada da savanna və seyrək meşələr var. Üçüncüyə 5, 4, 5. Dördüncü, ümumi oxşar cəhət istəyir. Paytaxtda ölkənin ən iri şəhər deyil, bəli. ABŞ-da da, Avstraliyada da, Braziliyada da bu şəkildədir. 4-də 6. Məsələn, ABŞ-da Vaşinqtonda, New Yorkda, amma iqtisadi cəhətdən ən güclü inkişaf edən. 7 federativ dövlətlərdir. Bəli, bunların üçü də federativ ölkələr hesab olunurlar.